Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Sevgili kardeşler, insan yaxşı əməl etmək üçün çalışmalıdır. Çünki Resulullah sallallahu aleyhi ve sellem hadis-i şərifində buyurur ki, insanla qalan, yəni baş-başa qəbrində onun salih əməllərdir, yaxşı əməllərdir və həmişə ona çalışmalıdır, yaxşı əməllər etməyə və həmişə niyyətində də həmçinin salih olmalıdır, ixlaslı olmalıdır. قال حاتم الأصم رحمه الله نظرت إلى الخلق فإذا كل شخص له محبوب فإذا وصل إلى القبر فارقه محبوبه فجعلت محبوبي حسناتي لتكون في القبر معي. Hatim el-Asam rahimehullah deyir ki, insanlara baktım, gördüm ki, her bir insanın, her bir şəxsin sevdiyi var, sevdikləri var. O öləndə, yəni qəbrinə gələndə artıq dünyasını dəyişir, gələndə onun bütün sevdikləri hamısı tərk edir. Yəni heç nə qalmır, heç bir şey. Mən də ondan sonra özüm üçün sevdiyim şey həsənətlərimi etdim. Yəni yaxşılıq əməllərimi, yaxşı əməllərimi. Qəbrimdə mənimlə qalan olsun deyə. Gördüyünüz kimi, sələflərimiz həmişə belə məsələlərdə çox ciddi olublar və belə məsələlərdə əməllərə çox diqqət yetiriblər. Çünki onlar hər bir şeyi təcrübədən keçirdiblər, onlar görürlər. Və baxırlar, onlar insanların ən ağıllısı, ən güclüsü idi və Allahdan ən qorxanları idi. Və əlbəttə ki, biz hamımız bunu görürük. Görürük ki, insanın sevdiyi şeylər çoxdur və insanı sevən şeylər də çoxdur. Amma insan dünyasını dəyişəndə heç bir şey qalmır onun üçün. Yəni onun çox sevdiyi və yaxud da onu sevdikləri heç birisi qalmır. Hamısı onu tərk edir və onun da qəbirdə qaldığı bir şey onun salih əməllərdir və ona çalışmaq lazımdır. Resulullah sallallahu aleyhi ve sellem də yuxarıda qeyd etdiyimiz kimi deyir, insanla dünyasını dəyişəndən sonra üç şey gedir. İkisi qayıdır, biri qalır. Biri onun yaxınlarıdır, biri var dövlətidir və bir də onun etdiyi əməllərdir. Pis və yaxşı. İkisi qayıdır, biri isə onunla qalır. Qayıdanlar onun yaxınları, qohum əqrəbəsi, dost tanışı, var dövləti və onunla orada qalan isə onun salih əməllərdir. Və gördüyünüz kimi insanın